Salam əziz dostlarım. Bugün sizlərlə dərsdə diqqətli və nizam-intizamlı olmağın nə qədər vacib olduğu haqqında danışmaq istəyirəm. Sizə sualım var. Dərsdə diqqətli olmasanız nə baş verəcək? Dərsi başa düşmürsünüz, müəllim izahını təkrar etmək məcburiyyətində qalır və sinif yoldaşlarınızla aranda anlaşmazlıq olur. Elə deyilmi? Diqqət və nizam-intizam sakit oturmaq deyil. Bu, özünə hörmət etdiyin kimi, özünü başa düşdüyün kimi sinif yoldaşlarına da hörmət və onları başa düşmək deməkdir. Müəllim danışarkən sözünü kəsməmək, sual verərkən icazə almaq, bunlar sinifdə sadə qaydalar kimi görünə bilər. Amma sinifdə sakitliyin bərqərar olması, nizam-intizamın davam etməsi üçün önəmli bir addımdır. Düşünün əziz şagirdlər, sizin diqqətiniz dərsdə olarkən beyniniz o istiqamətə yönəlir. Yəni siz müəllimin dərs izah edərkən dediklərini daha yaxşı yadda saxlayırsınız və bu müəlliminizin gözündən yayınmır, sizi digər sinif yoldaşlarınıza nümunə göstərir, nəticələriniz yaxşı olur və hər zaman müəllim sizə köməklik göstərir. Çünki siz dərslərinizdə diqqətli, məsuliyyətli bir şagirdsiniz. Əziz şagirdlər, bəzən dərsdə sinif yoldaşlarınızla danışmaq istəyirsiniz. Bu, sadə bir davranış kimi görünə bilər. Amma əslində bu belə deyil. Özünüzə belə bir sual verməlisiniz. Mən məktəbə gəlmişəm, nə üçün? Məqsədim nədir? Və bu sualları özünüzə verərkən bunun cavabını belə görəcəksiniz. Mənim məqsədim dərs oxumaqdır, vaxtımı boşa xərcləməməkdir. Bu suallar sizə irəliyə doğru çox böyük bir nəticə qarşınıza çıxaracaqdır. Sinifdə lider kimi görünəcəksiniz və digər şagirdlərə nümunə müəlliməniz tərəfindən göstəriləcəksiniz. Əziz şagirdlər, məktəbə hazırlıqlı getmək, əşyalarınızı düzənli, səliqəli saxlamaq sizin borcunuzdur. Siz bu cür davranışlarla hər zaman nümunə təşkil etməlisiniz. Diqqət və nizam-intizam sizin gələcəyiniz üçün çox önəmli bir addımdır. Bu sizin gələcəkdə yaxşı insan olmanız üçün atılan ilk addımlardır. Unutmayın əziz şagirdlər, hər gün gələcəyiniz üçün, gələcəkdə uğur qazanmağınız üçün yaxşı addımlar atın. Diqqətiniz dərsinizdə olsun, nizam-intizama əməl etməyə çalışın və görəcəksiniz ki, bu addımlar sizə uğur qazandırır. Takip atıb videonu bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.